Aha. Zeynəb, çox sağ ol, buyurun. Mən hekayəmi danışmaq istəyirəm. Danış Murad, təşəkkür edirəm. Podruqam mən bir oğlanla tanış elədi, daha doğrusu anası. Elə oldu ki, biz nişanlandıq. Tez bir vaxtda da toyumuz oldu. Axı ki, podruqasından bir xeyir görən gördüm. Toyumda qız mənim nikah şahidim oldu. Kim ki tanış eləmişdi. Onu deməli uşağımız oldu. Uşağımın yaş yarımında mən tutdum ki, ərimlə bu sevgiliymiş. Kim sevgiliymiş? Sağduşu? Hə, bu məni tanış edən qız. Aha, maraqlı Qız hekayədir. özü də psixoloq idi, məşhur ailə terapevti idi. Hə. Güya dağılan ailələri bu düzəldirdi. Cəmaatın əri ilə danışa-danışa düzəldir də bəziləri dağılan ailələri, hə. Sonra elə oldu ki, mən ərimdən boşanmadım da bunun acığına. Vəziyyət o yerə gəldi, çatdı ki, ərim söz verdi ki, mən ondan ayrılmışam. 5 il keçdi, mən bunları yenə bir yerdə tutdum. Lüboy ərvizi göndərin psixoloqa, psixoloq onu elə eləyəcək, ərviz ona bağlanıb məzun olacaq, heç nə, hə. İndi Yaxşı psixoloqlardan elə da. vəziyyətə düşdü ki, qaçdı getdi Amerikaya. Qorxusundan. Baldızım dedi ki, mən səni gəlib tapsam, çamadanlarımı yığıb qaçdı buradan. Qız bir dənə oğlan tapdı, ikinci dəfə ərə getdi. Əri bunu mənim ərimlə tutdu, boşandılar. Ara getdi. Gəl, gözlə. Hə, danış. Gələyim, mən səni görməyəndə danışamıram. Hə, danış. Hə, danış. Ölürəm. Hə.